Salam aleykum. Gördüyünüz kimi stipolumuzu çəkdik, tamamladıq. Bura bizim mətbəxdir. Gedək indi isə kollektorlarımıza baxaq. Bunu özümüz skop vurmadıq ki, bunun altında turbalar keçirdik. Kondisionerin zadın turbası deşli velyer. Onun üçün də belə beton töküləcək, onsuz da. Bizim kollektorumuzdur. Bu isə Nobella kombisi. Canavardır, canavar. 3 atmosfer təzyiq vurmuşuq sistemimizə, stipollara kimi. Yəni deşili beləsə, yəni bizlik deyil. Da burada işləyənlərə aiddir. Kim deşsə, cavabdehdə olacaq. İndi keçək. Burası girişdir. Bu cürlə səliqəli çəkmişik. Bura vann otağımız. Tamamdır. Və keçək. Digər yerlər görsədir. Burada girişdir. Göründüyü kimi. Gəl, keç. Radiatorlarımız da var burada. Göründüyü kimi radiatorlarımızı da qoşduq. Bu isə zalın uzun radiatorlardır, 1.80 uzunluqda olanlar. Burası isə digər vann otağımızdır. Bax, bu cürünə. Şlanklar isə 50 metrdən bir çəkmişik. Bərabərlik olsun, istilik ala bilək. Burası o uzun radiatorlar var idi, görsətdim bayaq. Bax, onların yeridir, bu olsa qarmaqları. İndi bunu bu üzə köçürdürük, bu tərəfə. Kondisionerə müşaxçılıq eləyir deyə bura köçürdük. Bu qədər, Allah amanında qalın. Salam əziz izləyicilər, gördüyünüz kimi bura vann otağımızdır. Bu isə bizim girişdir. Bu cürünə səliqəli çəkmişik stipolumuzu. Bura mətbəxdir.